Bugün toyuqlarımız üçün hin düzəldirik. Amma bu bildiyiniz hinlərdən olmayacaq. Əslində toyuqlarımızın yatmaq üçün daha geniş yerləri var idi. Lakin bir gün hinə girib toyuğumun birinin yatdığı yerdən yıxılıb yerdə qaldığını görəndə həm anamgil, həm də qonşumuz Bəsti xala bitə görə ayağının tutulduğunu dedi. Yatdıqları yer nəmişlik olduğu üçün bitləri də artmışdı. Təcili yerlərini dəyişmək lazım idi. Həyətimizdəki stolu götürüb ondan müvəqqəti bir yer düzəltməyə başladıq birlikdə. Hələ nəticənin necə olacağını özümüz də bilmirdik. Ya Allah deyib başladıq işə. Kənarına setkamı edək, yoxsa köhnə şifrlərimi tutaq deyə xeyli müzakirə etdikdən sonra şifrdə qərar qıldıq. Amma bununla da hər şey bitmirdi. Əvvəl stolu tərsinə çevirdik, sonra bəyənmədik düzünə çevirdik. Düzünə çevirəndə boş qalan yerinə də köhnə bir qapı qoyduq. Bəsti xala da bizə məsləhət üçün gəlmişdi, amma əlini hər işə atdı. Deyirəm, ay Bəsti xala, izləyənlər deyəcək ki, niyə işlədirsiniz nənəni? Nəysə ki, bizə qulaq asmadı, sona qədər də kömək elədi. Allah ona uzun ömür, can sağlığı nəsib eləsin. Sıra gəldi toyuqları tutub bura salmağa. Sənanın ən sevmədiyi işlərdəndir bu. Heyvanlara toxunmayacağı hər işi görər, təki əlini vurmasın. Ey canım mənim, kənddə yaşayırsansa sevdin, sevmədin, hər işi görməlisən. Hələ bir müddət burada qalacaqlar. Ağlımızda başqa bir yer var, sonra ora köçürdəcəyik. Qarabağdan hamınıza salamlar. Videonu bəyənib bizi izləməyi unutmayın. Bu arada çolpalar imişli yeminə necə öyrəşibsə buğda yemək istəmirlər.